1992-ci il 5-6 mart Azərbaycan parlamenti mühasirəyə alındı. Deputatlar çölə buraxılmadılar. Dövlətin başçısı prezident Ayaz Mütəllibov girov götürüldü və tələb olundu ki, istefa versin. Ancaq nədənsə bu tələblər, bu qəti addımlar Yaqub Məmmədov parlamentin sədri seçiləndən sonra başladı. Ona qədər hər şey sakit gedir. Yaqub Məmmədovun namizədliyi verildi və deputatlar həvəslə onun parlamentin sədri seçilməsinə səs verdilər. Sonra Xocalı faciəsini əks etdirən görüntülər nümayiş etdirildi və bundan sonra qəti şəkildə məsələ qoyuldu ki, Mütəllibov istefa verməlidir. Əvvəlcə müqavimət göstərdi. İstefa vermək istəmədi. Çünki parlamentin ətrafında da 300-500 nəfər adam yığılmışdı. Və təbiidir ki, orada əsas rolu xanım Xəlilovanın qadınlardan ibarət batalyonu oynayır. Pəncərələri döyürdülər, sonra hətta sındırdılar və içəri də keçdilər. Və Mütəllibov bir müddət müqavimət göstərəndən sonra sonuncu dəfə Rəhim Qaziyevlə, Bəxtiyar Vahabzadə və Şeyxülislamla görüşdü və bundan sonra Bəxtiyar Vahabzadənin 2 nüsxədə hazırladığı istefa ərizəsinin birinə qol çəkdi. Qol çəkdi və sınmış vəziyyətdə tribunaya çıxdı. Mən istifa edirəm və xahiş edirəm bu istifanı müzakirəsiz qəbul edəsiniz və bunun nəticəsində burada yaşayan cəmaət sakitcəsinə edərəyiz. Çox sağ olun. Ayaz Mütəllibov istefa verdi və hər şey də bundan sonra başladı. Məlum oldu ki, prezidenti girov götürərək onu istefa verməyə məcbur eləyən Azərbaycan Xalq Cəbhəsi rəhbərliyi hakimiyyəti öz üzərinə götürmək fikrində deyil. Və nəticədə ölkədə hakimiyyətsizlik yarandı. Yaqub Məmmədov parlamentin sədri seçilmişdi və arxasında ciddi bir qüvvə durmurdu. Birdən-birə ölkənin ali baş komandanı oldu və bütün məsuliyyət onun çiyinlərinə qoyuldu. Ancaq güc Azərbaycan Xalq Cəbhəsində. Onlarda da məsuliyyət yox. Yaqub Məmmədov bu vəziyyətin nə qədər təhlükəli olduğunu başa düşdü. Vəziyyəti düzəltməyə çalışdı. Hakimiyyəti möhkəmləndirməyə cəhdlər göstərdi. Daxili İşlər Naziri Tahir Əliyevi vəzifəsindən azad eləmək istədi və fərman imzaladı. Ancaq Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyi İsa Qəmbər başda olmaqla Daxili İşlər Nazirliyinə gəldi və Yaqub Məmmədovu məcbur elədilər ki, fərmanını geri götürsün. Və sizin deyəsən yadınızdan çıxıb ki, Yaqub Məmmədov siz Daxili İşlər Naziri vəzifəsindən azad eləyəndə İskəndər bəy, mən, Pənah bəy və başqa cəbhəçilər gəlib o kabinetə gəlmişdik və sizi o vəzifədə biz xilas elədik, həmin qərarın icrasını dayandırdıq. Bununla da bitmədi. Prezident seçkiləri yaxınlaşır və aydındır ki, real namizədlərin hamısının seçkilərdə iştirakı son dərəcə zəruridir. Və Yaqub Məmmədov bu zərurəti anlayaraq qərara gəldi ki, xalqın içərisində çox böyük nüfuzu olan Heydər Əliyevin seçkilərdə iştirakına imkan yaratmaq üçün yaş senzini götürsün. Ali Sovetin sessiyasının çağırılması barədə qərar qəbul elədi. Yaqub Məmmədovun qərarı
dövlət televiziyasında oxundu və təbii ki, hamımız çox sevindik. Ancaq bir qədər keçdi və İsa Qəmbər ekranlarda peyda oldu. Canlı yayımla çıxış elədi və elan elədi ki, Azadlıq meydanına təyin olunan miting parlamentin qarşısına keçirilir. Aydın idi məqsəd nədir? Yaqub Məmmədova xəbərdarlıq olunurdu ki, qərarını geri götürsün. O da bu xəbərdarlığı real qiymətləndirdi və bir qədər keçəndən sonra diktor Yaqub Məmmədovun növbəti qərarını oxudu. Ali Sovetin sessiyasının qeyri-müəyyən müddətə təxirə salınması barədə qərarını. Bundan bir neçə dəqiqə keçəndən sonra İsa Qəmbər yenidən peyda oldu dövlət televiziyasında. Və canlı yayımla yenə də elan elədi ki, Azadlıq meydanından parlamentin qarşısına keçirilən miting geri qaytarılır. Yəni artıq parlamentin qarşısında miting keçirməyə ehtiyac yoxdur. Heydər Əliyevin seçkilərdə iştirakının qarşısı alınıb və artıq Azadlıq meydanına mitingi qaytarmaq olar. Yaqub Məmmədovun hakimiyyəti gücləndirmək, təhlükəli meyllərin qarşısını almaq cəhdləri bu cür uğursuzluqla nəticələndi və son nəticədə Şuşanı itirdik. Bundan sonra təqribən 30 il davam edən dəhşətli faciələrimizin bünövrəsi qoyulmuş oldu. Və bu işdə həlledici rolu Azərbaycan Xalq Cəbhəsinin xəyanətkar rəhbərləri oynadı.